Niyazi Urşanoğlu Eminov, ümumi cərrah. Niyazi Eminov Qərbi Azərbaycanın Amasya rayonu Ağbaba mahalının Quzukənd kəndindən anadan olmuşdur. 1988-ci ildə Qərbi Azərbaycanlıların deportasiyasından sonra ailəsi ilə birlikdə Azərbaycanın Gəncə şəhərində məskunlaşmışdır. Orta təhsilini Gəncə şəhərində yerləşən 9 saylı tam orta məktəbdə almışdır. 1997-ci ildə Azərbaycan Tibb Universitetinin 2-ci Müalicə Profilaktikası fakültəsinə daxil olmuş. 2003-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. 2003-2005-ci illərdə Azərbaycan Tibb Universitetinin 3-cü Cərrah Xəstəliklər Kafedrasında cərrahiyyə ixtisası üzrə klinik ordinatura təhsili almışdır. 2006-cı ildə STS, 2007-ci ildə isə TUS imtahanlarını uğurla verərək Türkiyə Respublikasında uzmanlıq, yəni rezidantura təhsili almaq hüququ qazanmışdır. 2007-2013-cü illərdə İstanbul Universitetinin Cərrahpaşa Tibb Fakültəsinin Ümumi Cərrahiyyə Kafedrasında ümumi cərrahiyyə ixtisası üzrə uzmanlıq təhsilini başa vurmuşdur. Əmək fəaliyyətinə müxtəlif nüfuzlu tibb universitetlərində davam edən Niyazi Eminov 2013-2014-cü illərdə HP Güvən Klinikasında, 2015-ci ildə Avrasiya Hospitalında, 2016-cı ildə isə Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Hospitalında ümumi cərrah kimi fəaliyyət göstərmişdir. 2017-ci ildən etibarən yenidən HP Güvən Klinikasında ümumi cərrah vəzifəsində çalışmışdır. 2019-cu ildə Türkiyə Respublikasında İstanbul şəhərində yerləşən Koç Universitetinin Amerika xəstəxanasında qaraciyər, öd yolları və mədə-altı vəzi cərrahiyyəsi üzrə ixtisas artırma təhsili almışdır. Hazırda Niyazi Eminov Azərbaycan Tibb Universitetinin Onkologiya Kafedrasında müəllim kimi fəaliyyət göstərir, eyni zamanda torako-abdominal cərrahiyyə şöbəsinin müdiri vəzifəsini icra edir. Peşəkar fəaliyyəti, zəngin təcrübəsi və tibb elminə verdiyi töhfələrlə Niyazi Eminov ölkəmizdə tanınmış cərrahlardan biri kimi böyük hörmət qazanmışdır. Salam əziz izləyicilər. Bugünkü mövzumuz mədə 12 barmaq bağırsağın xoruz xəstəliyidir. Bu xəstəlik bilirsiniz, toplumumuzda, cəmiyyətimizdə çox yayılmış bir xəstəlikdir. Mədə və 12 barmaq bağırsağın xoruz xəstəliyinin səbəbi Helicobacter pylori dediyimiz bakteriyalardır. 12 barmaq bağırsağın xoruz xəstəliyində təqribən 90%, mədənin xoruz xəstəliyində təqribən 70% hallarda bu bakteriyaların rolu vardır. Eyni zamanda mədə və ya 12 barmaq bağırsağın silli qişasının baryer funksiyasının pozulması və hipersekresiya dediyimiz, turşuluğun artması dediyimiz vəziyyət də bu xoruz xəstəliyinin əmələ gəlməsində rol oynayır. Xoruz xəstəliyi olan insanlarda adətən epigastrik dediyimiz bu bölgədə və sağ qaburğaltı nahiyyə dediyimiz bölgədə ağrı şikayətləri müşahidə olunur. Mədə xorasında adətən bu ağrı şikayətləri qida qəbulundan sonra, 12 barmaq bağırsaq xorasında isə adətən bu cür ağrılar az vaxt müşahidə olunur. Bu cür şikayətləri olan insanlar həkimə müraciət etməlidirlər, ya gastroenteroloqa və ya cərraha müraciət etməlidirlər. Xəstələrə belə olan hallarda biz ən basit müayinə metodu olan gastroskopiyadan istifadə edirik, gastroskopiya etdiririk. Bariumlografiyalarda bu xəstəliyin diaqnostikasında istifadə olunur, amma endoskopiya qədər, gastroskopiya qədər həssas bir müayinə metodu deyil və gastroskopiyada eyni zamanda mədə xorası varsa biopsiya alma özəlliyindən dolayı biz bunu istifadə edirik. 12 barmaq bağırsaqda xora olduğu zaman oradan belə olan hallarda adətən örnək almırıq, amma mədədə xora xəstəliyi olduğu zaman mütləq oradan biopsiya alınır, örnək alınır. Çünki mədə xoraları mədə xərçəngi xəstəliyi ilə qarışa bilər.
Əgər mədə xorası xəstəliyi diaqnozlaşıbsa və ya 12 barmaq bağırsaq xoru xəstəliyi diaqnozlaşıbsa, biopsiya nəticəsində mədə xərçəngi yoxdursa, biz belə xəstələrə Helicobacter pylori eradikasiya müalicəsi veririk. 2 dənə antibiotik, 1 dənə mədə qorucu ilə biz bu xoru xəstəliyini müalicə etməyə çalışırıq. Bu cür xəstəliyi olan xəstələr eyni zamanda pəhrizlərinə diqqət etməlidirlər. Çox yağlı, çox qızartma, çox duzlu, acı, çox turş qidalar qəbul olunmamalıdır. Qazlı içəcəklər mümkün mərtəbə istifadə olunmamalıdır. Kofe, tünd çay kimi içəcəklər istifadə olunmamağa çalışılmalıdır və s. Əgər mədə xorasının təməlində mədə xərçəngi durarsa, belə olan xəstələr mütləq cərrahi müalicə, xəstələrə mütləq cərrahi müalicə icra olunmalıdır, radikallıq prinsipləri gözlənərək. İCB Güvən Klinikasında mədə xorasının, 12 barmaq bağırsaq xorasının həm terapevtik müalicəsi, həm də cərrahi müalicə icra olunur. Klinikamızda mədə xəstəliklərinə bağlı həm açıq cərrahi əməliyyatlar, həm də laparoskopik cərrahi əməliyyatlar icra olunur. Sağlam olun.